أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا محمد وآله الطاهرين ولعنة الله على أعدائهم أجمعين. Salam əziz və hörmətli müsəlman bacı və qardaşlar. Bildiyiniz kimi keçən söhbətimizdə kəlimat-ı qisar, yəni Əli əleyhissalamın Nəhcül Bəlağədə qısa kəlmələrdən təşkil tapmış hikmətli sözlərindən danışırdıq. Onların birincisini sizin nəzərinizə çatdırdıq. O da bu idi ki, İmam buyururdu, fitnə olan bir cəmiyyətdə elə rəftar elə ki, səndən istifadə eləməsinlər. Və İmam bunu 2 illik dəvə balasına oxşatdı ki, necə 2 illik dəvə balasından heç cür istifadə eləmək olmur, nə ondan minmək üçün istifadə eləmək olur, nə onun südündən istifadə eləmək olur, necə ondan istifadə eləmək olmur, gəlirsən də cəmiyyətdə, fitnə olan cəmiyyətdə o formada olasan. Heç kim səndən, nə sənin malından, nə sənin gücündən fitnə yolunda istifadə eləyə bilməsin. Bu barədə fitnənin amilləri barəsində və neçə növü var o barələrdə sizin nəzərinizə çatdırdıq və sözümüz bu yerə çatdı ki, fitnə olan bir məntəqədə, olan bir cəmiyyətdə necə təsirlər ola bilər? Fitnə necə cəmiyyətdə fəsad törədə bilər və nə nəticələr verə bilər? Onların birincisi bu idi ki, əgər bir cəmiyyətdə fitnə olarsa, həm o cəmiyyətin yaxşıları, yaxşı insanları və həm pis insanları, yəni o fitniyə düşmüş insanları həlak olar, məhv olar. Yəni o fitnənin bəlasına düşər. Əgər ilahi bir göydən gəlmiş bir bəla olsa belə, həm yaxşılar o bəlaya düçar olar, həm pislər o bəlaya düçar olar. Və əgər o fitnə öz nəticəsini, öz fəsadın cəmiyyətdə büruzə versə, aşkar eləsə, həm yaxşılardan onun aşkarlığı görsənər, yaxşılarda nəticəsi görsənər, həm pis insanlarda onun nəticəsi görsənər. Ona görə də Quran ayəsi var ki, buyurur, وَاتَّقُوا فِتْنَةً لَا تُصِيبَنَّ الَّذ۪ينَ ظَلَمُوا مِنْكُمْ خَاصَّةً. Fitnədən çəkinin, fitnə fəsaddan. Çünki fitnə olan bir məntəqədə, olan bir cəmiyyətdə təkcə onun bəlasına zalimlər və o fitnəni törədənlər düşməz. Hətta yaxşılar o fitnəyə mübtəla olmayanlar da düşər. Ona görə bu bir qanundur ki, əgər bir cəmiyyətdə fəsada yol verilirsə, istər o fəsada düşənlər və istər o fəsada düşməyənlər belə, yaxşılar da belə o bəlaya düşər, o pis nəticəsinə mübtəla olar. Və əgər Allah tərəfindən bəla gəlsə, hamısı mübtəla olar o bəlaya, hamısı o bəlaya düşər. Necə ki, bir rivayətdə var ki, deyir, İsa Peyğəmbər öz həvarələri ilə, öz səhabələri ilə gedirdi, bir kənddən keçəsi oldu. O kənddə gördü ki, bütün kəndin əhalisi məhv olub, həlak olub, qırılıblar. İsa Peyğəmbər dedi ki, burada 100% bu insanlara bəla gəlibdir. Və səbəbi də budur ki, çünki əgər bəla olmasaydı, bunlar hamısı yerin üzündə belə qalmazdılar. Bəziləri dəfn olardılar və bir neçəsi qalardı. Və hamısı ki, yerin üzündə belə dəfn olunmamış halda qalıblar, məlumdur ki, bu məntəqiyə bəla gəlibdir. Allah tərəfindən nida gəldi ki, buyurdu, əgər istəyirsən, sən biləsən, bunlar nəyə görə bu bəlaya düşüblər, sən nida elə və bu ölülərdən birini çağır, onlar danışacaq səndən. İsa Peyğəmbər onlardan birini nida eləyib çağırır, bir nəfər cavab verir. Peyğəmbər soruşur ki, siz nə oldu və nə günah səbəb oldu ki, siz bu bəlaya düşdünüz? Deyir ki, biz insanlar, bizim bu məntəqədə yaşayan insanlar, hamımız dünya məhəbbəti qəlbimizdə həddindən artıq var idi. Dünyanı çox istəyərdik. Və bu zalimlər ki var idi, zülm eləyərdilər, onlara kömək olardıq. Ona görə də Allah Taala bizə bəla göndərdi. İsa Peyğəmbər o şəxsdən soruşdu ki, bəs sən niyə görə danışdın bu qədər cəmiyyətin içində? Deyir, çünki mən o kömək eləyənlərdən və o zalimlərə xidmət eləyənlərdən deyildim. Amma çünki o pis insanları mən bu əməllərindən çəkindirmirdim, ona görə mən də bu bəlaya düçar oldum, mən də bu bəlaya düşdüm. Və bundan belə məlum olur ki, əgər insan cəmiyyətdə yaxşı insanlar və
o fəsada, fitnəyə düşməyən insanlar, əgər o fəsada düşmüş insanları bu yoldan çəkindirməyə və onların bu yolun pis olduğunu onlara başa salmaya, belə bir insan da bəlaya düşəcək. Ona görə insan gərək hər halda, əgər yaxşı da olsa belə, gərək narahat ola və bu fitnəni aradan qaldırmalı üçün səy ediyə və cəmiyyəti bu fəsaddan, bu fitnədən uzaqlaşdıra. Bəs birinci nəticəsi fitnənin təsiri bu oldu ki, həm yaxşılar və həm pislər bu fitnəyə mübtəla olarlar. İkinci təsiri budur ki, insanlar haqdan qaçarlar. Haqqın ətrafında heç bir insan görməzsən. Harada haqq var, insanlar görərsən oradan uzaqlaşar. Bu da nəyə görədir? Bu da ona görədir ki, insanların artıq ruhuna bu fitnənin təsir qoyubdur, bu fitnə təsir qoyubdur. Və üçüncü təsiri budur ki, əgər bir cəmiyyətdə fitnə olarsa, o cəmiyyətin dinində bidət yaranar. Bidət, əvvəldə söhbətimizdə dedik ki, bidət o idi ki, dində olmayan bir şeyi dinə gətirməklik. Bir cəmiyyətdə ki, fitnə fəsad olsa, o cəmiyyətin dinində yeniliklər və dində olmayan bir şeylər yaranar. Necə ki, İmam Zaman əleyhissalamın zuhuru barəsində belə deyirlər ki, əgər imam gəlsə, hətta bəzi böyük alimlər görəcəksən ki, imamın əleyhinə çıxırlar və imamı qəbul eləmirlər. Və onun da səbəbi bu olacaq ki, çünki cəmiyyətdə o qədər fitnə fəsad olacaq ki, dində dəyişiklik olacaq. Dində insanlar, o fitnə fəsad törədənlər bidət yaradacaq. Və imam da vəzifəsi budur ki, gəlsin o fitnələri götürsün aradan. Fitnələri götürəndə o alimlər hiss olunmur. Biz o fitnənin xüsusiyyətlərindən deyəndə bunu dedik ki, bu fitnənin xüsusiyyəti budur ki, gözə görünmür və uzun bir zamanda baş verir. Bu da insanlar, alimlər bunu hiss eləmir. Görür ki, normal şəkildə din gedir. Amma bunu hiss eləmədiyi halda imam gəlib bunu dəyişəndə, bunu görəndə imamı qəbul eləməyəcəklər. Bu da fitnənin və fəsadın təsirlərindən biri idi. Amma görək bir cəmiyyətdə fitnə fəsad yaranarsa, onunla necə mübarizə aparmaq olar? Mübarizə yolları necədir? Birinci yol o hədisin özündən istifadə olunur. O da budur ki, insanlar təkbətək vəzifələri budur ki, o fitnədən uzaqlaşsınlar və özlərindən kimsə o fitnə törədənlər, fəsad törədənlər istifadə eləməsinlər. Hədisdə imam buyururdu ki, kun fil fitnəti qəblil ləbun, la zəhrun fəyurkəb və la zər'un fəyuhləb. Fitnədə dedi ki, dəvə balası kimi oldu, 2 illik dəvə balası ki, ondan istifadə olunmur. Sən də elə formada ol ki, səndən istifadə eləməsinlər. Birinci yol, mübarizə yolu budur ki, insan gərək hər bir təkbətək insan elə özünü aparsın ki, fitnə törədən insanlar bunlardan istifadə eləməsinlər. İkinci yol təqvadır. Quranda ayə var ki, Ya eyyuhəllədinə amanu in təttəqullah yəcəlləkum furqana. Bu ayədən belə çıxır ki, Allah Teala bu ayədə buyurur, ey iman gətirənlər, Allahdan qorxun və təqva əldə eləyin ki, təqva insana haqla batili ayırmaq qüvvəsi verər. Yəni, insanda əgər təqva olarsa, o insan haqla batili ayırd edə bilər. Və fəsad görəndə bilər ki, fəsad nədir və haqq nədir, o fəsaddan uzaq olar. Birinci, başqa yollarından biri deməli bu idi ki, insan təqva əldə eləsin. Təqva insana yol göstərəcək və o fəsadın hansı tərəfdə olduğunu aşkar edəcək. Təqvanın mənasında belə deyirlər ki, bəziləri deyir, təqva odur ki, insan əməldə o fəsaddan, günahdan çəkinsin. Amma bəziləri deyir ki, yox, təqva odur ki, insan özündə, daxilində bir qüvvə yaratsın ki, o qüvvəni adət halına keçirsin və hər harda bir günah gördü, o günahla mübarizə apara bilsin. Ki, bu məna alimlərin nəzərində qəbul olunmuş bir mənadır və həqiqətdə də əgər insan bu qüvvəni özündə yarada bilsə, haqla batili ayırt eləməklik qüvvəsi olacaq və insan eləyə biləcək ki, haqqı batildən ayırsın.
Və o yollardan biri də səbirdir. Əgər insan səbirli olarsa fitnə fəsad olan bir məntəqədə, olan bir cəmiyyətdə, o səbr onu o fitnədən uzaqlaşdırar və o fitnədən kənara çəkər. Çünki hədisdə var ki, İmam buyurur ki, İnnə səbrə nəcatun min kulli şər. Səbr insanı bütün pisliklərdən nicat verər. Əgər insan səbr edərsə hansısa bir çətinlikdə, hansısa bir fəsadın içində, Allah Taala onu o fəsaddan, o çətinlikdən xilas edir. Necə ki, Quran ayəsi də var, buyurur ki, İnnə mə'al usri yusra fə innə mə'al usri yusra. Ki, hər çətinliklə bircə asanlıq da var. Əgər insan səbr edərsə, o çətinlikdən sonra insana asanlıq gələr. Təfsir alimləri bu ayənin barəsində buyururlar ki, Allah Taala bu ayəni 2 dəfə təkrar edir təqribən. Eyni məzmunda 2 dəfə təkrar edir. Bunun barəsində deyirlər ki, əgər insan hansısa bir çətinlikdə, hansısa bir fəsadda səbr edərsə, Allah Taala 2 dənə onun üçün aydınlıq verər. Bu çətinlikdən xilas olmaq üçün 2 dənə fayda və 2 dənə səmərə verər. Birincisi odur ki, insanı Allah o çətinlikdən xilas edir. İkincisi də budur ki, Allah Taala axirətdə onun o səbrinə görə ona savab verər. Və fitnə ilə mübarizə aparmaqlığın başqa yollarından da biri budur ki, insan Qur'ana yapışsın. İmam buyurur ki, Əleyhisselam buyurur, Aleykum bil Qur'an. Qur'andan ayrılmayın. Qur'anı həmişə özünüzlə bir yerdə onun qanunlarına əməl edin. Çünki insan əgər Qur'anla bir yerdə rəftar edir və Qur'anın qanunlarına uyğun hərəkət edir, heç vaxt fitnə fəsada düşməz. Başqa bir ayədə Allah Taala buyurur ki, və nunəzzilu minəl Qur'an ma huve şifaun və rəhmətun lil müminin. Qur'andan elə bir faydalar nazil edir insanlara, elə bir səmərələr göndərərik ki, o insan üçün şəfa olar və rəhmət olar möminlər üçün. Bəs Qur'an da insan üçün rəhmət və yol göstərəndir. Əgər insan Qur'ana yapışsa, Qur'an insanı o fəsaddan xilas etmək üçün yol göstərəcək. Və o yollardan biri də budur ki, insan Əhl-i Beytə və imamlara yapışsın və onların getdiyi yolla getsin, onların göstərişlərinə əməl eləsin. Əli əleyhissalam Nəhcül Bəlağədə bir hədisdə belə buyurur ki, şəqqu ənvacəl fitəni bisufunun nicat. Fitnənin dalğaların nicat gəmiləri ilə yarın. Əli əleyhissalam bizə bu göstərişi verir ki, əgər gördünüz bir cəmiyyətdə fitnə yaranıbdır, o fitnə dalğaların nicat gəmiləri ilə yarın. İndi görək bu nicat gəmisi nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə belə buyurur ki, İnnə məsələ əhl-i beyti kəməsəli səfinətün Nuhin mən rəkibəhə nəca və mən təxəlləfə anha qəriqə. Mənim əhl-i beytimin misli Nuhun gəmisi kimidir. Necə Nuhun gəmisi o cəmiyyəti, o zamanda olan cəmiyyəti və heyvanları o dəryada qərq olmaqdan, suda boğulmalıqdan xilas elədi və qoymadı həlak olsun. Əgər insanlar da Əhl-i Beyt yolu ilə gedə və onların hidayəti ilə hidayət tapsa, bu insanlar da heç vaxt zəlalətə uğramaz və heç vaxt zəlalət yolunda qərq olmaz, zəlalət içərisində qərq olmaz və özü üçün bir yol tapar fəsad fitnədən uzaqlaşmaq üçün. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm Əhl-i Beyt barəsində buyurur ki, İnni tarikum fikumus səqəlin kitabəllah və itrəti. Mən sizin içərinizdə 2 dənə şey tərk edib gedirəm. Peyğəmbər sallallahu dünyasını dəyişəndə bu 2 şeyi insanlara, müsəlmanlara vəsiyyət edir. Biri budur ki, Qur'andan ayrılmayın. İkincisi də budur ki, Əhl-i Beytdən ayrılmayın. Bunu sizin aranızda əmanət qoyub gedirəm və bunlardan əgər ayrılsız, Peyğəmbər başqa hədislərdə buyurur ki, əgər Qur'anla Əhl-i Beytdən kimsə ayrılarsa, bu insan həlak olar, məhv olar. Və bəzi Qur'an ayələri də buna işarə edir ki, Əhl-i Beyt yolunu əgər insan götürsə, fitnə fəsaddan uzaqlaşar. Necə ki, ayələrin birində Allah Taala belə buyurur: "Va'tasimu bihablillahi cəmi'an fəla təfərrəqu." Allahın ipindən möhkəm yapışın və heç vaxt ayrılmayın. Allahın ipindən məqsəd, İmam Sadiq əleyhissalam belə buyurur: "Nəhnu hablullah." Allahın ipindən məqsəd biz Əhl-i Beytik. Yəni hər kəs biz Əhl-i Beytin yolu ilə gedə, heç vaxt fəsad fitnə içində azıb qalmaz. Həmişə hidayət tapar və fitnə fəsaddan xilas olar.
Bu da fitnənin, cəmiyyətdə yaranmış fitnənin olan təsirləri ilə mübarizə aparmalı idi ki, insan necə bu təsirləri aradan qaldıra bilər. Amma ikinci hədis əleyhissalamın ikinci hikməti budur ki, buyurur: "Əzra bi nəfsihi mən istəş'arət təmə'a və rəziyə bizzulli mən kəşəfə an zurrih və hanət aleyhi nəfsuhu mən əmərrə aleyha lisanuhu." Bu əleyhissalamın Nəhsül Bəlağədə buyurduğu ikinci hikmətidir. İmam bu hədisdə əsasən diqqəti yetirir bunun üzərinə ki, insan gərək həmişə izzətini qoruyub saxlasın. Və izzət İslamda ən mühüm və ən diqqət çəkən bir əxlaqi normadır ki, insan gərək həmişə izzətini qoruyub saxlasın. Və həmişə nəfsi ilə mübarizə aparmalıdır ki, bu izzəti düşməsin aşağı. İzzətdən məqsəd yəni insanın heybəti, insanın şəxsiyyəti. İmam o cümlədən bu hədisdə neçə dənə əxlaqi rəzilə sifətləri sayır, yəni çirkin sifətlər sayır ki, bu sifətlər səbəb olur ki, insanın izzəti əlindən geçsin. Onlardan biri budur ki, hədisin birinci bəndi bundan ibarətdir ki, buyurur: "Əzra bi nəfsihi mən istəş'arət təmə'a." Hər kəs tamahı öz vücuduna müsəllət eləyərsə, yəni hər kəs tamahı həddindən artıq onda büruzə verərsə, belə bir insan öz şəxsiyyətin və izzətin sındırıbdır. Özü öz izzətin tamah yolu ilə məhv eləyibdir. Və ikinci bəndində buyurur ki, və rəziyə bizzulli mən kəşəfə an zurri. Və hər kəs öz problemlərin, öz çətinliklərin kiminsə yanında danışarsa, o şəxs öz əzəmətin və öz izzətin və şəxsiyyətin alçaldıbdır. Və hanət aleyhi nəfsuhu mən əmərrə aleyha lisanuhu. Və hər kəsin dili ona hakim olarsa, belə bir şəxsin imam buyurur ki, şəxsiyyəti alçalar və şəxsiyyəti sınar. Gördüyümüz kimi bu hədisdə imam 3 dənə əxlaqi rəzilə sifətləri sayır ki, bu sifətlər səbəb olur ki, insanın şəxsiyyəti əlindən geçsin. Ona görə İslamda izzət və şəxsiyyətə çox üstünlük verilir. İnsan gərək hər halda, hətta insan vücudun və cismin də əldən verməli olsa, gərək insan öz şəxsiyyətini qoruyub saxlasın. Quran ayəsində Allah Taala belə buyurur ki: "İnnəməl izzətu lillahi və lirəsulihi və lilmu'minin." İzzət Allahın, peyğəmbərin və möminlərindir. İzzəti ancaq 3 dəstəyə verir. Deyir ki, Allah Taala deyir ki, izzət 3 nəfərində. Şəxsiyyəti qorumaqlıq 3 nəfərində. Birincisi budur ki, Allahındır, izzət Allahda olar. İkincisi budur ki, Allahın peyğəmbəri olan İslam peyğəmbərində olar. Üçüncüsü də ona iman gətirən möminlərdə olar. İzzət bunlarda olar. Və insanlara neçə dənə hədislər var ki, izzətli olmalığa dəvət edir. Və əgər insan izzətini əldən verərsə, bu insanın ilahi Allah qarşısında heç bir qiyməti yoxdur. Əli əleyhissalam İmam Həsən əleyhissalama vəsiyyətində belə buyurur ki: "Əkrim nəfsəkə min kulli dəniyyə." Ey oğlum, İmam Həsən əleyhissalama buyurur ki, ey oğlum, nəfsi və şəxsiyyəti hər bir çirkin işdən uzaqlaşdır. Öz şəxsiyyəti qoru saxla, nə yolla? O çirkin əməllərdən uzaq olmaq yolu ilə. Buyurur ki, və in saqətkə ilə rəğaib. Baxmayaraq ki, sənin bu əməl ki eləyirsən, o əməlin səni öz istəklərinə çatdırsa da belə, çünki şəxsiyyəti əldən alır, ona görə sən bu əməldən uzaq olacaksın. Ardıca səbəbin buyurur ki, nəyə görə insan gərək şəxsiyyətini qoruyub saxlasın və səviyyəsiz, mənasız əməllərə mübtəla olmalıqla şəxsiyyətin əldən verməməlidir. Bunun səbəbində buyurur ki, لِأَنَّكَ لَنْ تَعْدَادَ بِمَا تَبْزُلُ مِنْ نَفْسِكَ عِبَزًا. Çünki deyirsən ki, öz izzətindən xərcə verirsən və xərcləyirsən və istəyirsən onun əvəzində nəsə alasan, elə bir şey yoxdur ki, sənin o izzətinin qarşısında əvəz ola bilsin. Və elə bir əməl yoxdur ki, sən izzəti satasan və onun qarşısında hansısa bir nəyisə almış olasan. Dünyada və dünyanın içərisində insan hər nəyi axtarsa, izzəti ilə ölçüləcək bir əməl yoxdur.
Bizə ayrılan vaxt burada tamam olduğu üçün söhbəti burada saxlayırıq və bu söhbətin ardından inşallah gələn söhbətlərimizdə sizin nəzərinizə çatdıracağıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.